Həftəlik bürclər balıq, xərçəng, əqrəb bürclərini 14 apreldən 21 aprelə doğru nələr gözləyir? Əslində qalsa balıqlardan başladıqda balıqlar bu həftə boş bir həftədə olacaqsınız. Sanki istədiyinizi bu həftə əldə edə bilməyəcəksiniz və atdığınız addımlar daim boşluğa gedəcək. Əksinə bu həftə enerjinizi boşuna israf etməməlisiniz. Çünki bu həftə sizin sağlamlıqla əlaqədar olan problemləriniz sizin bütün addım və hərəkətlərinizin sinxronunu pozacaq. Sanki qeyri-stabillik əldə edəcək. Və bu həftə bacarırsınızsa biraz sosiallığınızı çoxaldın. İşləməkdən daha çox dostlarınızla, sevdiklərinizlə, dəyər verdiyiniz insanların bir yerdə eyni mühitdə olmağa çalışın. Çünki bu həftənin sonlarına doğru elə bir qərar gələcək ki, siz gözləmədiyiniz anda evren sizə bir işarət göndərəcək. Siz gözləmədiyiniz anda evren sizi məlumatlandıracaq ki, istədiyiniz cavab budur. Bu məlumatı, bu cavabı siz bu evren olaraq bu həftə əldə edəcəksiniz. Və bu həftə insanların sizə qarşı ehtiyac duymağı, insanların sizdən dəstək gözləməyi çox pozitiv bir məqamda olacaq və bu dəstəyinizi qətiyyən belə deyim də geri çəkməyin. İnsanların sizə ehtiyac duymağı sizin insan olaraq, məncil olaraq enerjilərinizi gücləndirəcək. Ümumi pis həftə deyil, amma boş həftədir və monoton həftədir. Həftənin sonlarına doğru biraz belə deyim də aktivlik baş verəcək sizdə və maddisal bir balaca stabilləşdirə biləcəksiniz. Ən vacib bir məqamda özünüzün və ətrafınızda olan insanların sağlamlığınıza fikir verməlisiniz. Ümumi dəyərləndirəndə 68%-ə qədər həftənizi uğurlu edə bilərsiniz. Xərçənglərə gələndə isə xərçənglər maddiyyatın ücə bilirsiniz də bu həftə zaten Marsın xərçəng bürcündən keçidini bitiririk. Mars şir bürcünə keçid edir və xərçəng bürcü bu həftə o emosionallığınız, o dəngəsizliyiniz, o quraqlığınız, o sükunətiniz səhra vəziyyətindən çıxırsınız. Çünki Mars sizdən gedir və siz özünüzü aktivləşməlisiniz, özünüzü önə çəkməlisiniz və gizləndiyiniz nüanslardan önə çıxmalısınız ki, mən yaddan çıxmamışım və mən varam. Ailə olaraq, hisslər olaraq, bədən olaraq emosionallığınızı, gücünüzü, mənliyinizi, idarənizi tam aktivləşmiş bir vəziyyətə keçirirsiniz. Və ən əsas məqamlardan biri çox da istədiyiniz pozitiv enerjiniz özünüzə doğru qaydacaq. Şənliyiniz, sosiallığınız aktiv bir vəziyyətdə olacaq xərçənglər. Bundan istifadə etməlisiniz. Və bu həftə belə deyim də kimsə sizi ağata qaldırmağa çalışacaq. Yəni olduğunuz vəzifəni, olduğunuz mühiti, hansı vəzifədə, hansı maaşda, hansı rütbədə olmaq istəyirsinizsə, o vəziyyətə qalxa bilərsiniz. Evren sizə bu şansı bu həftə yaradacaq. Bu şansdan istifadə etməlisiniz. Bu həftə xərçənglər üçün tamamlanma, bütövlənmə, aktivləşmə həftəsidir. Bu həftədən də istifadə edə bilmədinizsə, demək sizin bacarıqsız dövrünüz başlayır. Çünki bu həftə evren sizi tam 83%-ə qədər aktivləşməyə, pozitiv enerjiyə, verici enerjiyə, güclənməyə, özgüvənə doğru aktivləşdirir. Çünki quraq vəziyyətindən çıxırsınız. Əqrəblərə gələndə isə əqrəblər bu həftə ən uğurlu insanlardan biri demək olar ki, siz ola bilərsiniz. Çünki bu həftə kral və kraliçə olaraq söz haqqı, idarə, özünüzü gücləndirməni aktivləşdirə bilərsiniz. Və bu həftə gücündən hər şey əldə edəcəksiniz. Sadəcə mən öz gücümü göstərəcəm və insanlar mənə tabe olaraq aktivləşmiş bir vəziyyətdə mənim ətrafımda olacaqlar. Və bundan istifadə edə bilərsiniz. Sevgi var, şəxsiyyət al, pul var, kəskin danışıq var, özgüvən var. Sadəcə bir dənə sizi bu həftə zəiflədən və əqrəblərin ən zəif nüansı olan güvənsizliklə bağlı ciddi bir problemləriniz olacaq ki, ətrafınızda olan insanları az-az həyatınızdan çıxartmağa başlayacaqsınız və bu doğru bir qərardır. Çünki əqrəblər təkliyi və özünə dəyəri sevdiyi üçün bu həftə bir balaca yumşaldın bunu, amma yavaş-yavaş lazımsız insanları həyatınızdan, lazımsız belə deyim də məlumatlandıran insanları həyatınızdan çıxartmalısınız. Çünki bu həftə görəcəksiniz ki, sizə verilən məlumatlar əqrəblər çoxsu yanlış məlumatdır. Və görəcəksiniz ki, bu həftə sizi yönləndirən insanların çoxsu yanlış insanlardır və onları həyatınızdan uzaqlaşdırmaq ən yüksək məqamda uğurlu bir vəziyyət. Uğurlu bir həftəniz olacaq, güvən, belə deyim, danışılan sözlər, hər şeyi bu həftə analiz etdiyiniz təqdirdə həftənizi 89-90%-ə qədər əqrəblər uğurlu edə bilərsiniz. Bu zamandan istifadə edin.